Mən İlham Nuri. Dinləyən hər kəs salamlayıram. Mövzuya keçməzdən əvvəl sizə belə bir məlumat verim. Bizim Günəş sistemimizin 9, hətta bəzi mənbələrə görə 10 gəzegəni var. Günəş sistemimiz isə Samanyolu adlı bir qalaksinin kiçik bir hissəsinə aiddir. Orion takım yıldızı da bu qalaksiyaya aiddir və daha bir çox ulduz toplusu və gəzegənlər. İndi Samanyolu qalaksisini az çox təsəvvür edə bilirsiniz. Sizə bir neçə qalaksiya adı daha saya bilərəm. Andromeda qalaksisi, Triangulum qalaksisi, Sombrero qalaksisi. İndi minlərlə belə qalaksinin olduğu bir kainat təsəvvür edin. Və sizə belə bir sual verim. Sizcə bu qədər böyük bir yaradılışda tək ağıllı, düşünə bilən varlıqlar bizik? Bu xırda gəzegəndə sıxışıb qalmış bizlər? Bunun cavabını hər birimiz özümüz üçün verməliyik. İndi təkcə bu gəzegəndə sıxışıb qalan bizlərin olmadığını düşünənlər üçün Tanrı anlayışından bəhs edəcəm. Anime və mangalarda bəzi metodlarla güc standartını keçən insanlara Tanrı deyilir. Qılınc tanrısı kimi. Mövzu başqaydı deyəsən. Nəysə, davam edək. Amun, Ra, Thor, Zeus, Poseidon. Ən azından bir dəfə də olsun bu tanrılardan bir dənəsinin adını eşitmisiniz. Bunlardan bəziləri insanların anlamadığı bir şeydən qorxmaq ya da putlaşdırmaq kimi bir xasiyyəti olduğu üçün yanlış anlaşılmış olan və geri çəkilən varlıqlardır. Bu tanrılardan bəziləri üst boyutlarda yaşayan və biz insanlara rəhbərlik etmək üçün gələn varlıqlar ola bilər. İnsanlara rəhbərlik etmək üçün gəlmiş, ancaq yanlış anlaşıldığı və gəlişinin çarpıtırıldığı üçün geriyə çəkilmiş olan Ra da bunlardan biridir. Ra bilgiləri səsli kitab deyə axtarsanız, medium aracılığı ilə verilən bilgilərin paylaşıldığı və yazıldığı kitabdan bir qədər məlumat əldə edə bilərsiniz. Ra bilgiləri ilə bağlı açıqlamalar qisminə bir dənə məlumat linki buraxacağam. İndi və ya keçərliyini itirdikdən sonra araşdırıb araşdırmamaq sizə qalmış. Dinlədiyiniz üçün təşəkkürlər.